Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda bayram süfrəsinə yaraşan çox dadlı, yumuşaq piroq reseptini sizinlə paylaşıram. Çox asanlıqla hazırlaya biləcəyiniz, günlərcə qalsa belə boyatamayan, fərqli içlikli, kakoslu, karamelli, çox dadlı, yumuşaq bir piroqdur. İlk hazırlayan xanımlar belə bu reseptlə çox rahatlıqla bu piroqdan hazırlaya bilər. Buna piroq, tort da demək olar. Çox yaxşı alınır. İndi keçək hazırlanma qaydasına. Bunun üçün əvvəlcə 3 ədəd sındırdığım yumurtanı ərzaq qabına əlavə edirəm. Üzərinə çay qaşığının ucunda az duz, 200 ml stəkanla da 1 stəkan şəkər tozu əlavə edib mikserlə qarışdırıram. Mikserlə 1-2 dəqiqə tam ağarıb mayonez halına gələnə qədər yaxşı qarışdırıram. Onu da qeyd edeyim ki, ərzaqlar otaq temperaturunda olsa daha yaxşı olar. Alınan qarışıma 200 ml stəkanla 1 stəkan yarım süd, 100 qram da yumşalmış kərə yağını əlavə eləyirəm. İstəyə görə kərə yağını 100 ml bitki yağı ilə də əvəz eləmək olar. Bu ərzaqları da əlavə eləyəndən sonra artıq mikserlə qarışdırmıram, elə çırpıcı ilə biraz qarışdırıram. Başqa bir qabda 200 ml stəkanla 2 stəkan yarım un götürmüşəm. Üzərinə 1 paket 5 qram şəkərli vanil, 1 paket 10 qram, bir də yarım paket qabartma tozu əlavə eləyirəm. Ümumilikdə 15 qram qabartma tozu əlavə eləyib quru ərzaqları qarışdırıram. Qarışdırandan sonra ələkdən keçirdirəm. Daha rahat qarışması üçün 2 dəfədən ələyə töküb ələkdən keçirdirəm. Çırpıcı ilə qarışdırıram. Qalan unu da ələkdən keçirdəndən sonra yaxşı qarışdırıram. Elə qarışdırmaq lazımdır ki, un xəmirin içində topak şəklində qalmasın. Belə gördüyünüz kimi hamar, çox da qatı olmayan bir xəmir alındı. Piroqu bişirəcəyim formanın içinə yan hissələrinə yağlı kağız sərmişəm. Hazırladığım xəmirin hamısını formaya boşaldıram. Onu da qeyd edeyim ki, istifadə elədiyim formanın diametri 26 santimetrdir. 1-2 dəfə masaya çırpıram. Havası çıxandan sonra 180 dərəcəlik sobada 35-40 dəqiqə pişirirəm. Piroq kakoslu içlikli, bir də karamellidir. Biskvit pişənə qədər içliyi hazırlayıram. 200 ml stəkanla 1 stəkan yarım kakos götürmüşəm. Onu ərzaq qabına tökürəm. Üzərinə 3-4 xörək qaşığı da qatlaşmış süd əlavə eləyirəm. İstəyə görə qatlaşmış südü bişmiş qatlaşmış südlə də əvəz eləmək olar. Əgər o da yoxdursa, elə 2-3 qaşıq istənilən cemlə ya da mürəbbə ilə də qatmaq olar. Bunları yaxşı qarışdırıb qoyuram bir kənara, keçirəm karameli hazırlamağa. Karamel üçün tavaya 200 ml stəkanla 1 stəkan şəkər tozu tökürəm, qarışdırmıram, qoyuram, qalır. Artıq yanlardan yavaş əriyib qızarmağa başlayanda qarışdırıram. Çox da qızartmaq lazım deyil, çox qızaranda dadı acı olur. Ona görə elə biraz qızarmağa başlayanda qarışdırmaq lazımdır. Şəkər tozu tam əriyəndən sonra üzərinə 80 qram kərə yağını əlavə eləyib yağla bir yerdə yağ əriyənə qədər qarışdırıram. Başqa bir qabda 200 ml stəkanla 1 stəkan südü qızdırmışam, isti-istidir. Yağ da əriyəndən sonra südü isti tavaya əlavə eləyib tez-tez qarışdırıram. Əvvəlcə üstündə belə köpüklər əmələ gəlir, ona görə narahat olmayın. Əlimi çəkmədən qarışdırıram. Şəkər tozu əvvəl biraz bərkiyir, sonra tam əriyib. Ara sıra qarışdırıram. Belə gördüyünüz kimi artıq qaynamağa başlayanda 1-2-3 dəqiqədə qaynadıram. Biraz qatılaşır. Artıq gördüyünüz kimi qatılaşıb, çox gözəl də rəngi var.
Çox da qatılaşdırmaq lazım deyil, çünki soyuduqda da qatılaşır. Bu qaydada bişirəndən sonra qazı söndürüb ocaqdan götürürəm. Soyuması üçün karameli başqa bir ərzaq qabına tökürəm. Gördüyünüz kimi çox gözəl karamel alınıb. Hələ isti-istidir, amma soyuduqdan sonra biraz qatılaşır. İşlikləri hazırlayana qədər biskvitim də artıq bişib. Çöplə yoxlayıram. Əgər ələ yapışmırsa, deməli içərisi də yaxşı bişib, qoyuram, qalır, tam soyuyur. Soyuyandan sonra əvvəlcə biskvitin üst hissəsini, papaq hissəsini kəsib çıxardıram. Onu umut halına gətirib piroqu bəzəmək üçün istifadə edəcəm. Biskviti 2 bərabər hissəyə bölürəm. Daha yumuşaq olması üçün südlə biskviti nəmləndirirəm. Hazırladığım kokoslu qarışımdan biskvitin üstünə əlavə edirəm. Hamısını biskvitin üstünə əlavə edib hər yerinə yayıram. Piroq üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Üstündən bişirdiyim karameldən qaşıqla əlavə eləyirəm. Karamelin az hissəsini arasına əlavə eləyib, çox hissəsini üstü üçün saxlayıram. İkinci biskviti üstünə qoyuram. Onun da üstünü südlə biraz nəmləndirirəm. Biskvitin üstündə çox oyuqlar olduğu üçün kəsdiyim biskvitin ağ hissələrindən oyuqların içini doldururam ki, karamel əlavə eləyəndə karamel içəriyə doğru çox axmasın. Biskvitin üstündən kəsdiyim hissəni blenderdən keçirdib belə ovuntu halına gətirmişəm. Piroqun yanlarını bəzəmək üçün istifadə eləyəcəm. Qalan karamelin hamısını da piroqun üstünə töküb, üstünə yayıram. Ovuntu ilə yan hissələrini bəzəyirəm. Piroqu siz öz zövqünüzə görə istədiyiniz kimi bəzəyə bilərsiniz. Sonda istəyə görə orta hissəsinə karamelin üstündən kokos da səpmək olar, amma daha fərqli olması üçün mən qatlaşmış süddən, yəni malakodan biraz sıxma torbasına yığmışam. Karamelin üstündən xətlər çəkirəm. Sonda çöp yardımı ilə üstün xətləyib belə gözəl bir görünüş verirəm. Bu qaydada hazırlayıram. 1 saat gözlətdikdən sonra artıq kəsib çay süfrəsinə vermək olar. Görünüşü də çox gözəldir, dadı da çox ləzzətli olur. Yumuşaq, dadlı, fərqli bir piroq alınır. Buna piroq, tort da demək olar. Yumuşaq, dadlı, fərqli içlikli bir şirniyyat alınır. Kəsək görək içərisi necə alınıb. Yumuşaq, kokoslu, karamelli, çox dadlı bir piroq alınıb. Siz də hazırlayın, hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyən düyməsini basmağı, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.